2003-cü ildə Heydər Əliyev oktyabr ayında xalqa müraciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildirmişdir və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yoluyla gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərmişdir və o gündən bugünə qədər çalışıram ki, bu etimadı doğruldum və 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Və əhd edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla, uğurla, inamla gelir. Azərbaycanda sabitlik tam təmin olunur. Sabitliyin təminatı Azərbaycan xalqıdır. Biz indi dünyanın müxtəlif yerlərində görürük ki, vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar baş verir, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə düzgün siyasət aparmır. İnsanların narahat eden problemlerini həll etmir. İqtisadi inkişafı təmin edə bilmir. Böyük bozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq iktidar birliyidir. Və bugün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir.